Salam, hər vaxtınız xeyir. Bu gün iTəhsil mobil tətbiqinin istifadə qaydaları ilə bağlı sizi tanış edəcəm. İlk öncə Play Store-a daxil olub applikasiyanı yükləyirik. Axtarış yerinə iTəhsil yazıb çıxan iTəhsil proqramını yükləyirik. Tətbiqə daxil olduqda bizi belə bir ekran qarşılayır. Burada daxil ol butonuna klik edərək, əgər qeydiyyatdan keçmişiksə daxil oluruq, qeydiyyatdan keçməmişiksə indi qeydiyyatdan keç butonu ilə davam edirik. Bura məlumatlarımızı daxil edirik, davam edirik. Digər məlumatlarımızı daxil edirik, davam edirik və burada e-poçt ünvanı tələb olunur və şifrə. E-poçt ünvanı real e-poçt ünvanı olmalıdır. Çünki bu e-poçt ünvanına göndərilən OTP kodu biz bura daxil edib qeydiyyatı davam elətdirməliyik. Məlumatları dolduqdan sonra davam edirik və belə bir ekran bizi qarşılayır. Burada daxil etdiyimiz e-mail ünvanına kod göndərildiyi qeyd olunur və həmin kodu Gmail-ə daxil olaraq götürüb bu xanalara doldurmalıyıq. Gördüyünüz kimi Gmail ünvanımıza belə bir kod daxil olub. Biz bu həmin kodu bayaq göstərilən xanaya daxil eləməliyik. Əgər kodu daxil etmədən dayandırdınızsa qeydiyyat prosesini, növbəti mərhələdə artıq yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Sadəcə giriş edərək həmin təsdiqlənmə prosesini davam elətdirə bilərsiniz. İndi isə kodu daxil etdikdən sonra və ya daxil olduqdan sonra belə bir ekran bizi qarşılayacaq. Burada rəqəmsal ixtisas seçim hissəsinə daxil olub, bu hissədə bizi balans, bal əlavə et və müraciət hissələri qarşılayır. Biz müraciət et hissəsində təhsil pilləsi və bölmə və s. digər məlumatları daxil edərək ixtisas seçim etməliyik. Lakin bundan öncə biz bal əlavə etməliyik. Hal-hazırda bal əlavə etməyə çalışdıqda balansımızın olmadığı bildirilir. Ona görə balans əlavə et deyirik və burada özümüzə uyğun olan paketi seçirik. Paketlərlə bağlı məlumat burada qeyd olunub. Məsələn, fərdi paketdə bir müxtəlif balla limitsiz müraciət qeyd olunub. Məsələn, siz buraxılış imtahanından 150 bal toplamısınız, blok imtahanından 200 bal toplamısınız, toplam 350 bal daxil edirsiniz. Birinci qrup, ikinci qrup, üçüncü qrup, dördüncü qrup, bütün qruplar üzrə 350 bal üzrə müraciət edə bilirsiniz limitsiz sayda. 5-ci qrup üzrə müraciət eləmək istəsəniz, sadəcə buraxılış imtahanında daxil elədiyiniz bal istifadə olunacaq. Həmçinin bu bölgüləri doğru qeyd etmək ona görə lazımdır ki, arxa planda müəyyən limitlər, ödənişli qəbul üçün, ödənişsiz qəbul üçün limitlər həmin o ballara uyğun tənzimlənir, nəzərə alınır. Sizə faizlər ona uyğun göstərilir. Fərdi paketlə davam eləyək. Al düyməsinə klik edib ödəniş səhifəsinə keçirik. Burada ödəniş məlumatlarını daxil etdikdən sonra, kart məlumatlarını daxil etdikdən sonra ödənişi tamamlayırıq. Ödəniş etdikdən bir müddət sonra artıq bizim balansımız yenilənəcək. Gördüyünüz kimi fərdi paket əldə elədik və bir balansımıza yükləndi. Artıq bal əlavə et funksiyasından istifadə edə bilirik. Burada istənilən pilləni seçə bilərsiniz. Mən bakalavr pilləsi üzrə davam edəcəm. Bayaq qeyd elədiyim nümunəni daxil edəcəm. 150 və 200. Buraxılış imtahanı balı və blok imtahanı balını qeyd elədim. Artıq bal əlavə edildi və mənim balansım bal əlavə etmək üçün xərcləndi. İndi isə müraciət edə bilərik. İxtisas seçiminə başlaya bilərik. Təhsil pilləsi bakalavr. Məsələn, burada siz digər pillələri seçə bilərsiniz. Bakalavr üzrə davam edəcəm. Azərbaycan. Qrup, birinci qrup üzrə. Bütün alt qruplar. Siz özünüzə uyğun olan məlumatları daxil edib yoxlaya bilərsiniz. Bütün xanaları doldurduqdan sonra ən sonda bal əlavə et hissəsində bayaq əlavə etdiyimiz balı görürük. Artıq bu əlavə etdiyimiz balı seçirik. Birdən çox bal əlavə edə bilərsiniz. Özünüz üçün, yaxınlarınız üçün əlavə edə bilərsiniz. Biz bayaq əlavə etdiyimiz balı seçdik və tətbiq et düyməsini basmaqla artıq ixtisas seçiminə başlamış oluruq. Burada bizim daxil etdiyimiz bala uyğun olaraq ehtimallar göstərilir. Bakalavra bal əlavə edərkən niyə görə ayrı-ayrı yazırıq, onu da izah edək. Məsələn, burada qeyd olunub ki, ödənişsiz üçün blok balı 50. Siz ora
50-dən aşağı və ya toplam rəqəmi ümumilikdə blok imtahanında doldursanız, sizin daxil etdiyiniz rəqəmdə baxmayaraq ki, siz 50 baldan yuxarı toplamısınız, amma 50 baldan aşağı yazdığınız üçün ödənişsiz hissəsini sizə 0 göstərə bilər. Arxa planda sistem daxil etdiyiniz bala uyğun ödənişli, ödənişsiz qəbul limitlərini də nəzərə alıb sizə faizi göstərir. Burada biz bu limitləri artıq keçmişik, çünki bizim daxil etdiyimiz blok balı və ümumi bal bu şərtləri ödəyir. Ətraflı məlumatları, qeydləri digər universitetdə ala bilərik. Məsələn, burada ödənişli 0% göstərilir, çünki yalnız dövlət sifarişli yerdir. Qeydlərlə tanış olmağınız məsləhət görülür, çünki bir sıra məlumatlar qeydlərdə qeyd olunub. Həmçinin bu formada da istifadə edə bilərsiniz, cədvəl şəklində daha fərqli araşdırma etmək üçün, daha sürətli araşdırma etmək üçün və burada bizim daxil etdiyimiz 350 balı görürsünüz. İndi isə eyni bal üzərindən 5-ci qrup üzrə davam edəcəyik. Bayaq biz 350 bal əlavə etmişik və 5-ci qrup üzrə davam edirik. Yenə eyni şəkildə qrupu 5 seçmişik və həmin balı seçirik. Burada artıq gördüyünüz kimi ballar da ayrı-ayrı qeyd olunub. Balımızın 350, toplam balımızın 350 olmağına baxmayaraq, burada 150 qeyd olunub. Çünki 5-ci qrup üçün müraciət etdiyiniz halda sizin yalnız buraxılış imtahanınızın balı nəzərə alınacaq. Həmçinin burada da eyni şəkildə 0% olanlar YDS və ya limitini ödəmədiyiniz ixtisaslar ola bilər. Hər hansısa bir ixtisasın ödənişsiz üçün minimal blok balı, buraxılış balı 100 baldısa, siz 100 baldan aşağı bal daxil etmişsinizsə, avtomatik sistem sizə 0 göstərəcək. Qeydlərə baxarıq. Həmçinin iTəhsil platformasının digər funksiyalardan da istifadə edə bilərsiniz. Blog məqalələr əlavə eləyə, öz blog məqalələrinizi paylaşa, blog məqalələr oxuya bilərsiniz burada digər mütəxəssislərin. Həmçinin təhsillə bağlı xəbərlərlə tanış ola bilərsiniz. Uğurlar.